Artıran səbəblər var. Reflüksun əsas səbəbləri qastrezofagel biləşkə dediyimiz alt ezofagus sfinkterinin gevşəməsi, boşalması, kardial yetməzlik deyirik. Bu yırtığa qədər hiatal herni və yaxud diafraqmal yırtıq dediyimiz yırtığa qədər gətirib çıxarır. Alt ezofagus sfinkter mexanizmasının pozulması nəticəsində bir də motorikanın, qida borusunun motorikanın pozulması nəticəsində bu tənzimləmə pozulur və reflüks yaranır. Reflüksı artıran səbəblər var. Bura obezitə, çəkinin artması, qarındaxili çəkinin artması nəticəsində reflüks arta bilir. Hamiləlik buna daxildir. Hamiləlikdə eyni zamanda qarındaxili təzyiqin artması. Ağır qaldırma idman növü ilə məşğul olmaq reflüksü artıra bilir. Düzgün qidalanmamaq, acılı, ədviyyatlı, kafeinli qidalarla çox bəslənmək reflüksü artıra bilir. Yeyib uzanmaq. Ona görə reflüks xəstələrində bu qidalardan uzaq olmalarını tövsiyə edirik. Yeməklərdən 2-3 saat öncə qidalanmalarını tövsiyə edirik. Yatarkən poza, mədənin quruluşu ilə əlaqəli olaraq kürəkdən yuxarı boyunların arxası yüksək olmaları, ya sol böğrüstə yaxud arxası üstə yatmalarını tövsiyə edirik. Kofe ümumiyyətlə təsdiqlənmişdir ki, filtr kofe yaxud türk qəhvəsi şəkərsiz olaraq gündə 1-2 fincan içmək obezitə, ürək, qan damar xəstəlikləri riskini azaldır. Qaraciyər yağlamasının ağırlaşmalarının riskini azaldır. Ancaq reflüks xəstələrində günə 1-2 fincandan artıq tövsiyə eləmirik və bu artıra bilər şikayətlərini kofe eyni zamanda. Ac qarnına da tövsiyə eləmirik kofeni. Sonra kişilərdə daha çox siqaret, alkol, yəni reflüks şikayətlərini artırar.